Salam, hər vaxtınız xeyir olsun. Mənim kanalımı izləyən dəyərli izləyicilər. Bugün MİQ müəllimlərin işə qəbulu üzrə çərçivə sənədinə daxil edilən digər əsərlərin, daha doğrusu 2 əsərin izahına baxacağıq. Bunlar təmsillərdir. Qurd və İlbiz təmsili, digəri isə qaz və durna təmsili olacaq. Bunların əlavə mən müqayisələrini də aparmışam. Hər iki təmsili təhlil edəndən sonra həmin müqayisələri də birlikdə aparacağıq. İzaha keçməmişdən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycan dili və ədəbiyyatdan qruplarımız aktivdir. Kim istəsə əlaqə saxlayaraq qoşula bilər. Əlaqə üçün nömrəni təqdim edirəm 070 228 11 97. İndi isə keçək izaha. Abbasqulu Ağabakıxanovun Qurd və İlbiz təmsili. Təmsil haqqında ümumi məlumatlara sahibik. Yəni təmsil heyvanların üzərində əslində insanlara, yəni mesaj ötürən bir nümunədir. Yəni heyvanlar olsa da təmsilin obrazları, amma əslində insanlar orada əks etdirilmişdir. Yəni insanlara bir çatdırılma edilir heyvanlar vasitəsilə. Bir almanın içində bir qurd vardı nagahan, yəni qəfildən. Külək qopdu, ağacı silkələdi durmadan. Deməli, almanın içində qurd var imiş və qurd sözü niyə böyüklə yazılır? Çünki burada obrazlaşdırılıb, yəni şəxsləndirilmişdir. Nagahan sözünün mənası oldu, ani, qəfildən. Külək qopmuş olur və ağacı silkələyir, özü də durmadan. Alma qopub budaqdan düşərək yerə dəydi. Alma küləyin təsirindən qopdu budaqdan və yerə düşdü. Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi. Qurd burada elə hesab edir ki, ölüb və buna görə nalə çəkir, qorxuya düşür əvvəlcə. Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər. Sağ qaldığını görəndən sonra sakitləşir, ahəstə çölə çıxıb saldı ətrafa nəzər. Deməli, qurd almanın içində idi. Hələ yerə düşərkən belə almanın içindən çıxmamışdı. Daha sonra çıxmış olur və ətrafa nəzər salır. Qamətini qaldırdı, dedi: "Mənəm qəhrəman, zərər yetirməz mənə nə bir külək, nə tufan." Özünü qəhrəman hesab edir. Buyur. Bizim bala qurdcığaz hey özünü döşünə döyürdü. Qabil şəxsiyyət kimi hey özünü öyürdü. Lovğalıq eləyir burada. Deyirdi: "Çox gərəkli varlığam ki belə mən. Allah məni qurtardı qəbr içində ölümdən." Yəni, çox gərəkli olduğunu vurğulayır və məhz gərəkli olduğu üçün Allah bunu xilas edibmiş, ölməyə qoymadı. Qurda yaxın bir İlbiz sıxılıb daxmasına, ətrafı seyr edirdi. Qurd onun baxmasına indi reaksiya verir. Deməli, İlbiz hardaydı? Öz daxmasındaydı, sıxılmış vəziyyətdə. Amma qurda yaxın idi məsafə baxımından və qurd danışarkən bilmirdi ki, İlbiz onu seyr edir. İlbizin özü isə ətrafı seyr edirdi. Qurd onu bir andaca görür və deyir: "Nəzər salıb fəxri ilə bağırdı, özü də bağırır." Qurd: "Ey, bura bax, gör mən necə qoçağam." O biraz da qalxaraq alma üstə dikəldi. Deməli, çıxır almanın üstünə. Əvvəlcə özünü tərifləyir, qoçağam deyir. Sonra çıxır almanın üstünə, dedi ki, minarəyəm. Minarə daha uca bir yer. Yəni, o məscidlərin ki, üstündə minarə olur, ona bənzədir özünü. Yaxın gəl, ta sayəmdə qorunasan küləkdən. Deməli, təklifi olur qurdun İlbizə. Qurd bildirir ki, sən deyir küləkdən qorunmaq üçün mənə yaxın gəl. Lakin İlbiz sıxıldı etibarlı qınına, yəni öz qınını daha etibarlı hesab edir İlbiz, daha da sıxılır qınına və cavab vermir bu hissədə. Dinməyib, dinmədi, altdan baxdı heyrətlə ona. Heyrətli şəkildə qurdun etdiklərini izləyir, dediklərini və hərəkətlərini. Birdən külək başqa bir güclə əsdi, çoxaldı, ağacdan yer üstünə böyük bir alma saldı. Deməli, növbəti bir alma da yerə düşmüş olur, ikinci alma. Alma düşdü dost doğru, məğrur qurdun başına. Bu qoçağı döndərdi dərhal xəmir aşına. Qurdun başına düşür, ölür qurd burada və burada məğrur ifadəsində də bir kinayə var, məğrur qurd. Hava sakitləşəndə İlbiz çıxdı yuvadan. Deməli, İlbiz hava sakitləşəndə çıxmış olur öz yuvasından. Gördü əzilmiş səfih, yəni səfih deyəndə qurdu nəzərdə tutur, təkəbbürlü pəhləvan. Təkəbbürlü pəhləvan imiş qurd. İlbiz ahəstə dedi: "Budur şöhrətin sonu. Yersiz öyünmək, qürur məhv etdi axır onu." Deməli, İlbizin düşüncələri sonda verilmiş olur. Yəni, qurdun öldüyünü görəndən sonra yerindəcə demir. Deyir ki, baxın, yəni lazımsız şöhrətin sonu budur. Yersiz öyünmək qurdu məhv edir. Müəllif ən sonda fikrini bildirmiş olur. Deyir ki, inanın bu İlbizə bir hikmət söyləyim mən. Öz yurduna sığınmaq yeyidir sarsaq ölümdən. Yəni, İlbizə inanmaq tövsiyə edilir. Bir hikmət deyir deyəcəm mən indi. Sarsaq ölümdən, yəni qurdun ölümü kimi sarsaq ölümdən İlbizin öz daxmasına sığınmağı daha üstündür. Öz yurduna daxmasına sığınmağı. Yəni burada vətənpərvərlik amili yoxdur.
Sadəcə öz yurduna sığınmaq, axmaqlara qulaq asmamaq məsləhət bilinmir. Sarsaq ölüm hesab edilir. Qurdun ölümünü sarsaq axmaqcasına ölüm kimi hesab etmiş olur burada müəllif. Gəlin baxaq testlərə. Fikirlərdən biri doğrudur. Qurd cəsarətli olduğu üçün ölümdən qorxmur. Yanlışdır. Əsərdə qorxmazlıq, cəsarətli olmaq təriflənir. Xeyr, qurdun lovğalığı ön plandadır. Qurdun qoçaqlığı ilbizi heyrətləndirir. İlbizi heyrətləndirən onun yerə düşməyinə baxmayaraq yenə də özünü öyməsi, qəhrəman hesab etməsi idi, hərəkətləri idi. Qurdun məhv olmasının səbəbini özündə axtarmaq doğrudur, doğru. Bu fikrimiz doğru olacaq. İlbiz paxıl olduğu üçün qurdu təhlükədən xəbərdar etmir, belə bir məqam da yoxdur. Fikirlərdən biri səhvdir. Nəsihətamiz fikir ifadə olunub, doğrudur. Gülüş doğuran məqamlar var, bəli. Qurdun hərəkətləri. Qurd ilbizə üstdən aşağı baxır, bəli, bunu da götürmək olar. İlbiz çox ehtiyatlıdır, doğrudur. İlbiz qurddan çəkinib onun yanına getmir. Qurddan çəkinib deyə bilmirik, sadəcə təbiət hadisəsindən ehtiyat edirdi, qurddan çəkinmirdi. Cavabımız oldu Y variantı. İndi isə Seyid Əzim Şirvaninin qaz və durna təmsilinə baxırıq. Bir göl içrə üzürdü, bir yekə qaz. Deməli, gölün içində böyük bir qaz üzürmüş. Özünə fəxr edib uzatdı boğaz. Dedi, mən bir əcibə cür quşam. 3 hünər var məndə, xeyli xoşam. Deməli, özünü 3 hünər sahibi hesab edir və xeyli xoş olduğunu vurğuluyur. Deməli, bu 3 dənə nəymiş? Uçaram göydə, birinci budur. Həm də suda üzərəm. Göydə uçarmış, həm də suda üzərmiş və quru yerdə boyun çəkib gəzərəm. Göydə, suda, quruda gəzməyindən, uçmağından deməli, danışırmış. Bəs mənəm quşların şahənşahı, özünü quşların şahənşahı hesab edir. Durna oldu bu nəqli nagahı. Durna deyir, bunları eşitdi, dedi. Axmaqlığına yoxdur şək. Qamətindir diraz, əqlin gödək. Onu utandırır da. Qamətin deyir dirazdır, diraz. Amma sənin deyir əqlin gödəkdir. Göydə tərlan tək uçmağın varmı? Deməli sadalayır bir-bir. Sən deyir, o vaxt uçmağına görə öyünərdin ki, sənin göydə tərlan kimi uçmağın olsun. Bu yoxdur səndə. Ya maral kimi qaçmağın varmı? Qaçmağını da deyir, öyə bilməzsən. Bir balıq tək üzərmisən suda? Yəni, suyun içində bir balıq kimi üzərsən. Nədir bu? Güyi bihudə, yəni sənin bu danışıqların. Qaz utandı o göldə durnadan, qaz utanır. Qurddan fərqli olaraq heç olmasa qazda utanma hissi yaranıb burada. Vaqif ol, ey oğul bu mənadan. Ən sonunda yenə müəllifin düşüncələri, fikri. Yəni bir elmə daim ol talib, zifən ol, zifunədədir qalib. Müəllif qeyd etmək istəyir ki, yəni bir elmlə məşğul ol, bir elmə sən talib ol, zifən ol, yəni bacarıqlı ol bir elmdə. Sonra kişi bir sənəti bilər xalis, kişi bir sənətə yapışar, birini daha yaxşı, dərindən xalis bilər, çoxuna meyl edən, yəni çox peşədən, işdən yapışan, qalar naqis, yəni heç bir işi tam olmaz, yarı-yarımçıq qalmış olar. Təmsillərin izahı bu qədər. Bu təmsillə bağlı isə burada test yoxdur. Keçək indi əlavə təhlillərə. Baxırıq mənim özümün təhlillərimə. Qurd və ilbiz. İdeyası yersiz lovğalıq uğursuzluğun başlanğıcıdır kimi götürülə bilər. Yəni qurdun lovğalığını biz onun uğursuzluğunun başlanğıcı kimi qiymətləndirə bilərik. Gülüş doğuran məqamlar da var. Bəli, bunu bayaq testdə qeyd etmişdik. Nəsihətamiz fikir ifadə olunub. Bu da sonda müəllifin gəldiyi qənaətdir. Hikmətli bir ifadə səsləndirmiş olur. Sonra ilbiz çox ehtiyatlıdır. Bəli, o öz qınından çıxmır. O başa düşür ki, külək onu da yəni uçuruma apara bilər, məhv edə bilər. Qurdun məhv olmasına səbəbkar özüdür. Və biz qurdun məhv olmasının səbəbini elə qurdun özündə axtarmalıyıq. Təmsildə şəxsləndirmədən istifadə edilmişdir. Bəli. Yəni, insana məxsus olan əlamətlər köçürülüb qurdun, sonra qazın, durnanın, ilbizin üzərinə. Təbiət hadisəsinə də yer verilmişdir. Külək idi burada təbiət hadisəsi. Alma budaqda qalmır, yerə düşür. Ağacdan azı 2 alma yerə düşmüş olur. Biri əvvəldə, biri də sonradan. Yerə düşən qurd nə baş verdiyini anlamır və qorxur, nalə çəkir. Sağ qaldığını görüb sakitləşir. Qurd yerə düşəndə almanın içində idi. Sonra özü almadan çıxmış olur və almadan çıxandan sonra ilbiz də çıxır öz daxmasından. İlbizi görəndə o təzədən almanın üstünə çıxır, başlayır orada öz dırnaqarası qəhrəmanlığından danışmağa. Qurd əvvəl özünü tərifləyəndə ilbizin onu izlədiyini bilmirdi. Burada virgül işarəsi yanlışdır. Özünü qəhrəman adlandırır. Deməli, özü-özünü qəhrəman adlandırırmış. Qurd balaca, qurd balası idi. Gərəkli olduğu üçün Allahın onu qoruduğunu bildirir. Elə hesab edir ki, gərəklidir və Allah buna görə onu qoruyubmuş. İlbiz qurdun yaxınlığında öz daxmasındaydı. Deməli, öz daxmasında, öz qınında və qurdun yaxınlığında. İlk diyaloqa qurd başlayır.
Qurd almanın üstünə çıxır və özünü minarə adlandırır. Qurd küləkdən qorunmaq üçün İlbizi yanına dəvət edir. İlbiz qurdun təklifinə qarşı heç bir söz demir, qınına sıxılır. Yəni burada İlbizin getməməyinə səbəb qurddan qorxmağı, çəkinməyi deyildi. İlbiz qurdun son sözlərini, özünü tərifləməsini heyrətlə izləyir. Güclənən külək qurdun başına alma salır və qurd ölür. İlbiz həmin an yox, hava sakitləşəndə yuvasından çıxır. Müəllif İlbizi təkəbbürlü pəhləvan hesab edir. Müəllifin fikrincə yersiz öyünmək və qürur qurdun məhvinə səbəb olub. Sonda müəllif hadisəyə öz fikrini bildirmiş olur. Öz yurduna sığınmağı axmaqcasına ölümdən üstün sayan müəllifdir. Müəllifə görə əsl güc sükutda və təvazökarlıqdadır. Təbiətin və həyatın qüvvələri qarşısında qurd kimilər acizdir. Yəni bu nəticə çıxmış olur. Qurd əslində təsadüf nəticəsində sağ qalmış olur. İlbiz lovğalanmır və təhlükənin keçməsini gözləyir. Külək lovğa davranan qurda sanki həddini bildirmiş olur. Alma həm qurdun sağ qalmasına, həm də onun ölümünə səbəb olur. Təzadlı verilir. Deməli nələr? Qurd və deməli təvazökar İlbiz, lovğalıq və ağıllı davranış, qəhrəmanlıq iddiası və aciz sonluq, istehzaya yer verilmişdir. Qurdun özünü minarə adlandırıb qəhrəman sayması. Özünü olduğundan böyük göstərən adamın sonu peşmanlıqdır fikri ifadə olunmuşdur. Keçək indi Seyid Əzim Şirvaninin Qaz və Durna təmsilinə. İdeyası. Lovğalıq və özünü bəyənmə insanı rüsva edər düşüncəsi, yəni hesab edilə bilər. Göldə üzən qaz özünün 3 hünəri olduğunu deyir. Həm uçur, həm üzür, həm də gəzir. Durna müqayisə ilə ona həddini bildirir. Deyir ki, uçmağın qartal kimi deyil, qaçmağın maral kimi deyil, üzməyin balıq kimi deyil. Qaz müxtəlif işləri edib, lakin kamil formada bacarmayıb. Üstəlik lovğalanır. Qaməti uzun, ağlı gödəkdir. Şair oxucu üçün nəticə çıxarır. Elmə samil olacaqsan və çox işə meyl edən naqis qalar. Yəni heç bir işdə mükəmməl olmaz. Durna qazın hərəkətlərini düzgün dəyərləndirmiş olur, təzad var. Qazın lovğalığı və Durnanın ağıllı yanaşması. Əsərdən belə nəticə çıxır ki, öyünmək yox, bacarmaq lazımdır. Qaz özünü quşların şahınşahı adlandırır. Durna ona qamətinin uzun, amma ağlının gödək olduğunu deyir. Qaz Durnanın dediklərindən utanır. Müqayisələr, 2 təmsilin müqayisəsi. Lovğalıq tənqid edilir hər ikisində. 2 obraz iştirak edir, Qaz və Durna, qurd və İlbiz. Lovğalıq və ona qarşı qorunan ağıllı obraz var. Yəni bunların da hər birində, hər 2 təmsildə biz bu məqamı görərik, İlbiz və bir də Durna. Lovğalığın fəsadları göstərilir. Müəllifin fikrinə də sonda yer verilir hər ikisində. Təbiətlə əlaqələndirilərək təsvir edilən hadisələr vardır. Allegoriya var, təmsildir. Təşbihə, mübaliğəyə, təzada yer verilmişdir. Özünü öyən obraz birində minarə qəhrəman, digərində isə quşların şahı adlandırır, yəni özü-özünü. Durna yerindəcə, İlbiz isə sonradan danışır, fikir bildirir. Şəxsləndirmədən istifadə edilmişdir. Belə, ümid edirəm ki, bu izah da sizlər üçün faydalı oldu. Çərçivə sənədinə yeni daxil olan digər mövzuların da izahını görmək istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.